Salam dostlar, bugünkü dərsdə deməli biz şablonumuzu artıq qurmuşuq. Gəlin açaq. Bəli, bizim şablon açıldı dostlar. Gəlin indi bunu tətbiq etməyə çalışaq. Açaq deməli bizim detallar səhifəsi. Bunu pozaq buradan. Və deməli dostlar, burada bizim faceplate instance olmalıdır. Bunu seçirik və gətiririk bu hissəyə. Adasa bu ölçüdə götürək onu. Biraz belə olsun, eybi yoxdur. Və burada artıq bizim avtomatik olaraq faceplate template'imiz açılır. Görsən balaca oldu. Yox, öz ölçüsündə oldu, səhv etmirəmsə. Bəli, öz ölçüsündə oldu dostlar. Yəni, biraz bunun rəngini düzəldək. Tamam, gəlin dostlar, bir dənə baxaq bizdə propertiesdə nələr var. Bu user define biz yazdığımızdır. Gördünüz, qırmızı faiz 100 qoymuşduq. Burada bir dənə baxın. Tamam, display yes, operator control enables, scale model. Burada bir şey də səhv eləmişik, arxa fonu biraz bir şey seçmişik, amma gəlin onda belə eləyək. Baxaq, biz buranın arxa fonunu dəyişsək, bizdə nə olacaq? Color, background seçəməsi üçün bu rəngdə seçdiyinə baş verəcək. Yox, yenə də bu bizdə başqa cür seçdiyinə görə alınmır, eybi yoxdur. Təzən qaytaraq, bunu gəlin onda bu rəngə qaytaraq, biraz tünd olsun belə və qaydaq bizim deməli şablonun propertisinə və burada birinci tekstdir, yadınızda qalıbsa rəngidir, faizidir. Və bütün biz bundan əvvəlki dərsdə yazdığımız bütün propertieslər düşür bura. Və burada artıq fikir versəz dostlar, mən bunu dəyişdim. Məsələn üçün 100-ə qaytarsam artıq bu solda da oynama var. Şablonun özündə. Və gəlin bura bir deməli əlavə eləyək. Əlavə eləyək bir tag. Deməli tag. Green color yox. Bizə lazımdır red. Qırmızı seçmişik bunu. Red. Red color strange. Və ok düyməsini basaq. Və dostlar, gəlin birinci başlayaq deməli pump fail. Pump fail'da da bir tag əlavə eləyək. Tagda da seçək deməli bizdə pump off gedirdi, fail yazmamışdır, amma eybi yoxdur, pump off seçək. Ondan sonra burada seçəcəyik valve'ın off'un. Və növbəti addım dostlar, pump status ok olacaq. Burada da biz seçəcəyik artıq dynamic dialog və burada seçək sizlə deməli, seçək sizdən burada tag deməli, pump on'u seçməliyik. Pump on və burada biz nə edəcəyik? Biz deməli, yazını dəyişmək üçün dostlar, boolean'ı seçirik və burada false'da bunu off edəcəyik. Ok düyməsini basıb və ok düyməsini basırıq. Ondan sonra dostlar keçirik deməli pump status back olur. Bunu da bağlayaq dynamic dialoga və tagı seçəcəyik. Tagda yenə on. Və burada da dostlar boolean. Burada gəlin true olanda məsəl üçün işarə olsun, qırmızı adətən elə də olur zavodlarda. Ok düyməsini basaq və ok. Və növbəti bizdə olacaq deməli status ok text. Və burada
Və burada da dostlar dinamik seçək gəlin. Burada artıq biz seçməliyik sizlə, deməli valve on gəlir. Off-u biz artıq eləmişik failure. Bəli. Onu seçməliyik, boolean seçirik və burada false-da yazaq close yazaq. Ya da closed olsun, maraqlı gəlsin. Və ok düyməsini basırıq. Və axırıncı da yenə bağlayırıq valve ona. Deməli, tak və burada seçirik valve on, ok düyməsini basırıq. Boolean və burada da eləyək bunu qırmızı, ok düyməsini basırıq. Və bizdə burada nə qaldı dostlar? Bizdə qaldı deməli faceplate'in adını dəyişək. Bu olsun bizdə faceplate qırmızı ok düyməsini basaq və bu faceplate'i artıq duplicate eləyək. Duplicate və çıxardaq bu hissəyə. Tamam, bu da bizdə olsun. Artıq deməli bu olsun bizdə yaşıl olsun da. Yaşıl. Mənim versiyam dostlar Azərbaycan dilini dəstəkləmir, ona görə belə ingilis hərflərinə yazıram. Rəngini də dəyişək, yaşıl qoyaq belə. Və burada artıq biz dəyişməliyik sizlə. Deməli, taqda eləmişdik, bunu səhv etməmişsə, baxaq belə dəyişə bilirik. Əslində dəyişmək olur. Amma taqın nömrəsinə gəlir, baxın ki, səhv eləməyək. Gəlin dostlar, burada belə bir şey deyək. Bir dənə qoy mən taqlarımıza baxım. Deməli, tag management. Bizdə deməli rənglər idi. Green, red, blue. Green, red, blue. Və hamısının adını eyni yazmışdıq, səhv etməmsə. Rəng taqları. Bam, deməli, blue. Mən nədənsə green görməm burada. Qoy baxın, burada var o. Dynamic dialog. Tak. Yox. Green nədənsə ayrıca düşüb. Bilməm niyə. Rəng tadın içinə düşməyib. Bir dəqiqə qoy dostlar. Hə dostlar, burada error'u tapdım. Baxın, bu buradadır. Bunu qrupa əlavə eləməmişəm. Yadımızdan çıxıb. Deməli, burada seçməliydi rəng tab. İndi gələcək ora, o da tamam, gəlin bunu bağlayayım belə. İndi isə düz olmalıdır hər bir şey. Bağlayayım bunu. Çünki bu gələcəkdə bizə problem olacaqdır. Renk tab. Bəli, green gəldi artıq. Və biz burada nə edirik dostlar? Deməli, burada bu faceplate'in üstünə vururuq, linkini seçirik, tag connection və burada biz deməli, find and replace. Find what? Red və dəyişirik, bizdə green idi, düzdür, green. Və ok düyməsini basırıq. Bir dəqiqə preview lazım olacaq bizə. Select all. Və bir dənə yoxlayaq. Nədənsə preview göstərmədi mən, amma yox. Reddə qaldı. Niyə reddə qaldı? Yaşıl, green, open. Buna da baxım. Yox, reddə qalıb yenə də.
Bir dənə də yoxlayaq. Linked tag connection. Find and replace. Tak. Red. Və burada gəlin seçək, onda green düyməsini basaq, yox, gəlmir. Belə seçə bilməm. Gəlin bir də belə eləyək də. Green, select all, preview. Əslində olmalı. Mən oxu basmışam çox güman ki, onu olmayıb. Replace eləyirəm və ox düyməsini basıram. Və indi yoxlayanda əslində artıq dəyişməlidir. Bəli, dostlar, dəyişib. Gəlin, burada yoxlayaq. Bəli, dəyişib. İndi isə eyni məsələni gəlin burada duplicate eləyək, keçirdək bu hissəyə. Biraz çox getdik. Biraz çəkək bir tərəfə. Bunu da çəkək bu tərəfə. Deməli, properties, bunu eləyək. Mavi. Enter. Və arxa fonu da belə seçək. Və yenidən basırıq, deməli, linked tag connection, replace, deməli, green with blue olacaq bizdə. Blue, select all, preview, blue, ok. Yenə ok bastım. Yenə səhv elədim, bir dəqiqə baxın. Bəli, greendə qalıb. Yenidən linked tag connection, find and replace, deməli, green. Və burada da blue, select all, preview, replace. Və buranı da dəyişdik, dostlar. Və gəlin bunların adlarını da dəyişək bir dəfəlik. Deməli, faceplate qırmızı qalıb, bunu eləyək yaşıl, enter. Və bunu da eləyək sizlə. Kırmızı 2 düşüb bura. Bu da olsun bizdə mavi. Və save eləyək dostlar bunu. Və dostlar, bir söz də deyim. Siz məsəl üçün bu faceplate'də nəsə əlavə eləmək istəsəz, demək, configure faceplate type, burada əlavə eləsəz, save eləyəndən sonra momental, yəni bu hissəyə düşəcək və əlavə options'da əlavə eləyə bilərsiniz. Və buranı bağlayaq, save olsun. Bunu save eləyək və gəlin start belə yoxlayaq. Bizdə nə göstərəcək? Əsas açıq terminalımızı. Trend, əsas, video, open və start. Düyməsini basaq. Deməli, bizim admin panelimiz işləyir. 5 də görsəlməyimizə, yoxdur, artıq. Və detallara gələk. Və detallar da işləyir. Bəlkə noktalar nədənsə işləmir. Amma bunu, yəni ki, biz button kimi qoymamışıq. Tamam, bura işləyir. Bu da işləyir. Bu da işləyir. Bu bizə tekstdir, yadından çıxıb, üzüldü sayın dostlar. Və bugünkü dərs bu qədər dostlar. Növbəti dərsdə biz artıq alarm panelində trendlər quracağıq və yavaş-yavaş yaxınlaşırıq bu videonun qurtarmasına. Yenə çox sağ olun dostlar, təşəkkür edirəm sizə. Kanala abunə olmağı yaddan çıxartmayın və like qoymağı yaddan çıxartmayın, əgər videonu bəyəndinizsə.